Herkese salam, kanalıma xoş gəlmisiniz. Bugün səhər tezdən durduq. Səhər saat 7-də daha doğrusu Elayza durmuşdu. Sonra Elayzanı bir kruk yatdırıb, tezdən saat 9-da qalmış durmuş o. Qəşəng hazırlaşdım. Bir də burada şəkil çəkdirmək istəyirəm. Sonra da gedəcək birlikdə səhər yeməyinə. Yine də həmişə kimi hər şeyi bölüşəcəm. Baxım anamın outfitinə. Bu da mənim həyatımın yoldaşının outfiti. Bəh. Bu da mənim qızımın outfiti. Hə, balam. Səhər yeməyə. Burada biraz gəzə-gəzə məsafə var. Aa, ata! Özün nə boyda? Nə? Arova. Bax, oradadır. Bura restoran hissəsidir. Karova, da, Karova. Səri həm daha gözəldir, həm də sərin. Mahnı bitti. Acımısan? Nə istəyirsən? Əminə gətirsin. Ətcə. Ətcə, səhər tezdən ətcə, bəs var bayaq danışdıq da, pendir, yumurta. Qaşıq. Qaşıq istəyirsən, ala, yaxşı, qaşığı verirəm sənə, ala. Su. Su Yox, yoxdur. su yoxdur ki. Su yoxdur. Oycu. Oycu. Ala. Ala, yurka, yurka. Sən nə yeyirsən? Yumurta. Bunlar kinolar değil, kinodaki şəkillərdir. Eloş demiş yufuqa. Biz səhər yeməyindən çıxdıq, indi yuxarı gedirik ki, əynimizi dəyişək. Sonra da gedək Astaradakı o Sım kəndinə. Səhər yeməkləri çox qəşəngdir, doluydu, dadlıydı. Ona görə bura mütləq gəlin. Birləşdirək, hər şey çox qəşəngdir. Hər şeydən razı qalmışam. Həmişə kimi maraqlı, fərqli yerləri ilk dəfə mən bölüşürəm. Ona görə videonu like eləyin ki, belə videolar çox gəlir. Bax, bura göldür, göl. Hə, dünən yox idi ola. Oradan yox ikən bu hissədən gedirlər. Burada film baxan hissədir. Bir axşam gəlmək istədik, sonra fikrimizi dəyişdik. Həm də yağış yağdı. İndi bu hissəni də sizə göstərim. İçərisində belə gölü də var. Axır ki, Elayza nədənsə qorxdu. Oyna. Oynuyor, Elayza oynuyor. Kakalin, kamaya. Saduya, gramalin, kamaya. Ay, luli. Biz çıxdıq oteldən, gedirik Astarada Sım kəndinə. Oranın mənzərəsi qəşəngdir, fərqlidir. Düzdür, buradan biraz uzaqdır, 1 saatlıq yoldur. Bizim getməyimiz, qayıtmamız da bir 3 saat yol eləyir. Amma fikirləşdik ki, bura gəlmişkən getmək lazımdır. Axşam da dünən gedə bilmədiyimiz yerə gedəcək. Gedək orada gedəcək. Orada da otel var, bax. Gəmiyə oxşuyur. Fərqlidir. Nə var? Sağa bax, sağa. Orada otel var. Görün burası sava biləcəm. Bizim. Ya. Yatırsan ha? Ya. Atasına yapışıb. Ana qucunda otur, başı qoy, yap. Neçə? Neçə manata? Ürəyəm əsdi.
Maşallah. Buranı, bu yazılan yeri çox tərifləyirlər Instagramda qəşəng görünüşünə görə. Qəşəng deyə həqiqətən ha. Hə. Bəlkə hə. Bəlkə bunu qaydanda baxarıq. Ay canım, bura bax. Üzürlər. Video satmışdım buranı. Azərbaycan, nə bilim, soyuqdan. Mən də çıxmışam maşında. Oy, yuxumdan. Maraqlı qaydanda bura girək. Biz gəldik, indi Sim kəndinin mərkəz hissəsindəyik. Burada belə bir yer var. İndi maşından düşdük ki, Kənan bu hissəni qaldırsın, biraz daşlıqdır. Ondan sonra yenə təzədən maşına minəcəyik. Bu ayaqları yiyeyim, bu bulkaları. Yox. Yox. Niyə? Niyə? Nənə ilə baba da gəlir, bax. Qalxanda bana. Hangi nəfəs oldum mən уже. O de ata bax Kənan. O de Kənan. Maşın biraz çıxanda biraz çətinlik çəkirdi, ona görə düşdük. Biz bu daşlıq hissəsini göstərəcəm. Özümüz çıxdıq, elə qucağında təngi nəfəsəm. Bu hissəni biz piyada qalxırıq, o bayaq göstərdiyim yerdən. Bir də buna baxın, evi taxta ilə belə palçıqla tikiblər. Evdir, ya bilmirəm nədir bura belə maraqlıdır. İndi qalxaq təzədən maşına minək. Biz buracan gəldik, maşını saxladıq. Bu hissədən ayını maşın yaxşı qalxmadı. Fikirləşdik, Niva tutaq. Hər şey indi bundan qalxacaq şəlaləyə. Uşaq yaman narahat oldu. Yatma da ona görədir. Yatmasa biraz narahat olar. Söz gedirik. Biz gəldik, bura qədər çıxdıq deyirəm, çıxdıq. Görürsünüz nə qədər maşın var, hələ bir neçəsi getdi. İndi deyəsən bu yolla da şəlaləyə qalxacaq. Pilləkənlərlə belə düppədüz qalxırıq. Eləyzə xanım уже yuxarı çatıb. Bismillah. Birinci balacanı götür. Götür. Nuş olsun. Anne şimdi deyir, mən ondan istəyirəm, deyir, koladan istəyirəm. Hansını istəyirsən? Başka ne istiyorsunuz? Mən də istəyirəm. Yox, yox, verəcək. Yok. Bu da deyir, yox. Niyə verək də? Babası da böyle. İndi yuxarı doğru qalxırıq. O məlumat vermək istədim sizə, bayaq bilmirəm, yarım çox heç bilmirəm. Zaretqanda azını nə çəkdim, nə çəkmədim bilmirəm. Biz yarı yolacan maşınımızla qalxdıq, amma yenə də risk atmayın. Burada Uazlar, Nivalar qalxır. Yəni 15-20 manatdan artıq pul verməyin. Birinci 40 dedi, bir uşaq var idi aşağıda. Çəkdim onu. Diləşmişdi 40 manat. Nəysə biraz qalxdıq biz. Ondan sonra 15 manata tutduq. Az məsafə gəldik düzdür. Bəlkə aşağıdan biraz 20 manata da gətirərlər. Nəysə onunla qalxdıq. İndi yavaş-yavaş da buradan piyada getməliyik. Ana, yavaş. Video çəkəcəm deyə özünü dağlara atır. Nəysə, belə qıraqlar biraz sıldırım qayalıqda gedəndə ehtiyatlı olun. Düzdür, bağlayıblar qalxmaq üçün, amma yenə heç şey oldu. Bu yolla gedirsən, orada şəlalə görsənir. Yaxından da çəkəcəm. Hissədə belə oturub çay yemək hər halda yeyilir. Burada da şəlalə. Biz düz gedirik, buradan getmək lazımdır görəm. Ağaclar çox uzun, hər halda illəri də. İlisunun biraz şəlaləsinə çox azca oxşuyur belə hündür olmağına görə. Amma bunun ətrafı daha doludur. Amma bunun ətrafı daha doludur da. Belə bağlıdır bu. Hə. İki şəlalənin yanına çatdıq. Təyində belə oturmağa yer də var. Düz şəlalə ilə üzbəyiz. Şimdi burada oturub bir dənə çay içərik. Sən eləyiz orada. Suya böyle, sal suya.
Şəlalədən gəlir bu su. Ha. Dostum bura bizə bir dənə çay ver. Neçə versin çayı? Yatmadın da kişi qızı kimi yatmadın. Həqiqətən yapmıyorum. Cibin içine koyarım onu qabları, orada boşaltarıq ayrı. Ehtiyatlı ol, sürüşməyəsən. Ora çıx, ora. Aha, belə video çəkə bilərik. Bax, ora bayaq necə getmişlər, biz də elə gedək, çəkdirək. Və evə qayıdaq. Keçilərin açıb ilaç. Əlimdə bir Düşürük aşağı ucu. Bayza. Buna bak. Cici. Bu da sürekli. Bütün Dünən kulakları. axşam Kənanla gəldiyimiz yerə gəldik. Yağış yağırdı, ona görə oturamamışdıq. Belə qatar yoldur. Burada da dənizdir. Oturmağa yerlər. İndi seçə görək harda otururuq. Ehtiyatlı olun prosta. Burada oturaq ana. Yukarıda oturduq, indi çay zakaz verdik. Amma belə aşağıda da yer var. Canlı musiqi, istəsiniz orada da otura bilərsiniz. Buradan da qatar keçir. O bilməm Instagramda görmüsünüz yoxsa yox, onu bilməm. Bu saatlarda keçir yoxsa yox. İndi görə keçsə sizə çəkəcəm. Bu qızı saxlaya bilmirəm. Ora qaçır, bura qaçır. Yıxıldı. Hayatsız. Çayımızı Nasıl bunu? Yoksa bunu? gəldik düz dənizin kənarına. Biraz da burada vaxt geçirək. Hiç Bakıda dənizə getməmişik. Sonra da yavaş-yavaş gedərik otelə, yorğunluq çünki. Axşam saat 9-da oteldə film gecəsi olur. Hələ desəm başlamıyor 9-u. Bilmirəm ya saat 9-da yoxsa yox. Ha, gel. Qabı qabağına ilə Kənan, çörəkləri götür qabı. Koy. Gel. 100 dayanmaqla Sən neynəmsən? Eliza. Qarpızı baxın nə günə qoyub barmaqlayıb. Biz saat 12-də çıxmalıyıq. Buraları səliqəyə saldıq. Veşlərimizi yığdıq. Bir də baxırıq Eliza xanım burada nə edir? Özünü saxlamışsın ki, şeydə, bizi burada yiyərlər bəlkə. Eliza onu qəşəng yeməli hala saldı. Çay süzdüm özümə. Axırıncı dəfə dedim bu mənzərədə terasda oturun çayım için. Burada mənə baxıb çıxdılar. Nə olub? Özünüzü mənə oxşatmayın. Sənə baxmır, sənə çaya baxmır. Gələndə də oturaq, gedəndə də oturaq. Biz gələndə Kənan bəy onu ki, biz gələndə burada otururuq, biz də gedəndə otururuq. Çünki biz artıq gəzdik elədik, dünən də gec gəldik. Amma ümumiyyətlə məncə bu gəzintimiz maraqlı keçdi. Nə deyirsən? Bəli, dolğun keçdi. Keçən illərin Kənan vloqunda baxmısınız bəlkə, baxanlar olubsa, bu gəzinti ilə o gəzintinin arasında əməlli fərq oldu. Onda düzü soğuk havada gəlmişdik. Amma hər gəzintinin öz marağı Əslində var. onda da biz hər gün hansı getmişdik, prosta bir dəfə uzaq yerlərə getdik. Fərqli yerlərə getdik. Eyni yerlərə getməliyik. Açık kampanya adamıdır ben. Seninle yo-yo
yoldaş olan yorulmaz Eloş. Bir neçə il öncə bura gələndə Xambulana gəlmişik. Adın o vaxtki adın yerə çox zaman dəyişilib. İndi bilmirik eyni yerə düşürük yoxsa yox. Görüntü olaraq biraz oxşuyur. Əvvəllər bura girişdə pul almırdılar, amma indi Hirkan Milli Parkının bir qərarı ilə ödəniş alınır. Adam başı 2 manat. Əgər Xambulana düşmək istəyirsinizsə. Biz də biletlərimizi aldıq, indi düşürük gölün kənarına. Düzdür, hava biraz istidir. Bu isti ama sərindir elə bir. Burada biraz kölgədən Burada biraz ağaclar var deyə sərindir. Aslında kölgədə 33 dərəcə göstərir. İstidir, dəhşət istidir. Biz biraz isti vaxtı gəlmişik, amma yenə də qəşəngdir bura. Elə şara çıxmısan? Kənan Elazanı bək tuta. Eloş axır ki atı tapdı. At diye qalmışdı. Eloş ata mindi. Ehtiyatlı olun. Orada görürsünüz çadır var. Kimsə orada qalır. Əslində yaxşı da kamp eləyə bilərlər belə. Hər halda icazə verirlər də. Çiynindən atılır. Atdan olan cin şalvarında əsər yerindən çıxır. Belə getirdin Kənan, yoxsa? Belə getirdin. Baxın, nasıl yaxşı ondan getirdin. Belə milli papaqlar olur ki, bunlar təzə müasir. Bu yoxsa bu? Məncə bu. Bu, yox, o birisi. İndi aynı başa. O barışın tarix. Ha, bu. Bu daha yaxşı. Ananı tanıdın. Çayçı efirdədir. Etdim çay yığmağı. Paltarda şəkil çəkdirmək 10 manatdır. Şəkil video çəkirsiniz, sonra da qaytarırsınız. Bu dəfəki gəzintimiz də belə sonlandı. Əgər video xoşunuza gəldisə, o zaman kanala abunə olmağı və videonu like etməyi unutmayın. Növbəti vloqlarımızda görüşmək üzrə.